Hörümçək tor qurur və ovun tora düşməsini gözləyir. Venera milçək tutanı adlı bitki yaydığı şirin qoxu ilə milçəkləri cəlb edərək təliyə salır. Fənər balığı isə dənizin qaranlığında işıq saçır və balıqlar yaxınlaşanda sadəcə ağzını açır. Bu təbiətin diplomatiyasıdır. Ov ovçunun üstünə gəlir. Bu canlılar qovub təqib etmirlər. Onlar sadəcə yaradıcı sistemlər qururlar. Təbiət bizə göstərir ki, tələ qurmaq həyatın davamiyyəti üçün ən təbii proseslərdən biridir. İnsan da bu mexanizma malikdir, amma biz bunu daha sivil formada tətbiq edirik. Məsələn, şirkətlər marketinq vasitəsilə elə bir cazibə mühiti yaradırlar ki, müştəri məhsulla özü maraqlanır. Diplomatiyada rəqibi masa arxasında qurulan planlarla oyuna çəkirlər. Münasibətlərdə isə qarşı tərəfi məcbur etmirsiniz. Sadəcə qulağa xoş gələn sözlər, estetik jestlər və cazibədar mühitlə maraq yaradırsınız. Elmi araşdırmalar göstərir ki, insan zehni fürsəti tez seçir. Əgər birinə gözəl, cazibədar, rahat bir seçim təqdim edirsənsə, onun müqaviməti zəifləyir. Bəzən həyatı çətinləşdirməyin səbəbi hər şeyi zorla etməyə çalışmağınızdır. Halbuki həyatı asanlaşdırmağın effektiv yolları vardır. İnsan nə qədər tələq olmağın pis bir şey olduğunu desə də, tənqid etsə də, düzgünlüyün ali dəyər olduğunu dilə gətirsə də, fikri, zikri daim tələ qurmaqdadır. Sadəcə insan tələ kəlməsinin yerinə strategiya, fənd, üsul, taktika, manevra kimi kəlmələrdən istifadə edir. Elə mən də tələ deyərkən əslində yaradıcılıqla qurulmuş asan yolu nəzərdə tuturam. Troya uğrunda Yunanlar 10 il mübarizə apardılar, amma şəhəri ələ keçirə bilmədilər. Sonda isə sadəcə bir taxta at bütün oyunu dəyişdi. Qılıncların edə bilmədiyini yaradıcı bir plan etmişdi. Sunduzu hərb sənəti kitabında deyirdi, ən böyük qələbə döyüşməzdən əvvəl düşməni təliyə salmaqdır. Napolyon Austerlitz döyüşündə qoşunlarının bir hissəsini qəsdən zəif göstərərək Rus və Avstriyalıları təliyə saldı və qəfil hücumla qələbə çaldı. Bəzən qalib olan ən güclü vuran deyil, ən yaxşı plan qurandır. Bizim gündəlik həyatımızda da bu işləyir. Bilirsiniz ki, insan zehni çox vaxt ani emosiyalarla qərar verir. Əgər sən planlı, fürsət gözləyən və doğru anda hərəkət edən birisənsə, çox şanslısın. Həyat insandan daim iki şey tələb edir. Səbir və strategiya. Səbirsizlik fürsəti qaçırır, plansızlıq isə fürsəti zay edir. Ən güclülər isə səbir və strategiyanın ikisini birləşdirirlər. Həyat fiziki güclə deyil, yaradıcılıqla asanlaşır. Təbiət də, tarix də, psixologiya da bizə bunu öyrədir. Əgər sən də həyatını yaradıcı strategiyalarla asanlaşdırmaq istəyirsənsə, 11 martda başlayacaq NAT təliminə qoşula bilərsən. Unutma ki, ağıllı insan qapını sındırmaz, açarı tapar. Fikirləriniz çox dəyərlidir.